Yas mərasiminə dəvətnamə göndərmək sizcə nə dərəcədə belə uyğundur? Qarbəlim, əlbəttə ki, doğru buyurursunuz. Öncə mən də dəyərli izləyicilərimizi bir salamlayayım. Həm də ki, anım anlarıdır, bütün şəhidlərimizi rəhmətlə anırıq. Digər bir tərəfdən doğru söylürsünüz. Əvvəllərdən, illərdən bəri bizim yas mərasimlərinə heç vaxtı dəvətnamə göndərilməyib. Vəfat edən bir adamın ailəsi üçün qohum, əqraba, yaxın, dost, tanış dəvət edərdilər, xəbərdarlıq edərdilər. İnsanlar da o yerlərə könüllü gələrdilər. Və sevə-sevə gələrdilər və sevimli bir zatı dediklərindən dolayı o ailənin yanında olmağı tərcih edərdilər. Ancaq görünür ki, son zamanlarda bu məsələ biraz da ifadə elədiyiniz kimi daha bir fərqli formata keçdi. İndi isə dəvətnamə vasitəsilə insanlara yaddaş edirlər. Açığı söyləyək ki, dəvətnamə yox, dəvət üsulu il üçün nəzərdə tutulmuş addım olub. Bəzi bölgələrdə insanlar yadlarından çıxar deyə ili qeyd edən adamlar nəzərdə tutublar ki, bəs biz yaz keçirəcəyik və yaxud onda dəvətlər ediblər. Amma bugünkü dəvətlərin isə kökündə daha fərqli bir anlam dayanır. Hətta son zamanlar gördük ki, sosial şəbəkədə o dəvətnamələrin üzərinə müəyyən məbləğlər də yazılır. O məbləği demək bilmirəm nə qədər doğrudur, yanlışdır. Amma hər halda bu da sanki bir biznesi xatırladan kimi oldu. İfadə eləyək ki, dinimiz yas mərasimlərini daha sadə, təvazökar bir halını təqdir eləyir. Vəfat edən insan üçün 3 gün yas mərasimi uyğun görülür. Sevgililər sevgisi aleyhissalatu vesselam din vəfat etmiş qohum əqrabanıza, dostunuzun yanına gedin, yeməyi siz aparın. Onlar hüzünün, kədərin içərisindədir. Onlara dəstək olun. Və eyni zamanda təbii ki, bu bir rəsmiyyət olmamalıdır. Əslində dəvətnamə bir rəsmiyyətdir. Hansı ki, yas mərasimi isə bir səmimiyyət olmalıdır, bir ixlas olmalıdır işin içərisində, Allah rizası olmalıdır ki, gələn adam da o yas mərasimində olanlara gerçəkdən etdiyi dua o əməl dəftərinə yazılsın, savaba çevrilsin. Bu baxımdan günümüzdə ifadə elədiyiniz kimi bu bir tendensiya çevrilib. Bir qrup insanlar bunu təqdir eləyir, digəri isə təkzib eləyir. Hər halı ilə, məsələn, mən bir cümlə söyləmək istərdim. Təbii ki, 5 ildir biz şəhidlərimiz üçün anım məclisləri, mərasimləri qurulur. Bəzən ola bilsin, bir bölgənin insanları fərqli bölgələrdəki olan adamlara müəyyən telefon vasitəsilə xəbər göndərirlər ki, biz mərasim keçirəcəyik, orada iştirakınız uyğundur, filandır. Görünür ki, texnologiyanın da inkişafı müəyyən məsələlərdə daha rahatçılıq yaradır. Amma bu istismar olunmamalıdır. Təbii ki, ölüm anidən gəlir. Məsələn, toy üçün dəvətnamə normaldır. İnsan fikirləşir, adamları müəyyən eləyir, bilir ki, kimlər gələcək, kimlər iştirak edəcək. Amma yas üçün belə bir şey yoxdur. Anidən gəlir və birdən bir qəddar hadisə baş verir, ölüm gerçəkləşir və beləcə insanlar da biri-birinə o xəbəri dəvətnamə deyil, fərdi olaraq çatdırırlar.